Avqustunda Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinə məxsus Alov zavodunda partlayış baş verib. Meydan TV'nin məlumatına görə partlayışdan sonra Şirvan şəhər mərkəzi xəstəxanasına 20 yaralı gətirilib. Zavoda yaxın ərazidə yaşayan əhali təxliyə olunub. APA'nın verdiyi məlumatda bildirilir ki, partlayış mərmi saxlanıcı ambarında baş verib. Report isə yazır ki, partlayışan Müdafiə Nazirliyi tərəfindən utilizasiya üçün sifariş olunan 1500 ton məmulatdan qalan kütlədə yaranan qığılcımlar səbəb olub. Sentyabrın 26-sında Azərbaycanda konstitusiya dəyişikliklərlə bağlı referendum keçiriləcək. Bu haqda Prezident İlham Əliyevin iyulun 26-sında imzaladığı sərəncamda bildirilir. Konstitusiya aktına edilən dəyişikliklər sırasında Azərbaycanda birinci vitse-prezident və vitse-prezident postlarının yaradılması, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, prezidentə Milli Məclisi buraxmaq və növbədənkənar prezident seçkilərinin elan edilməsi səlahiyyətinin verilməsi, prezident seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılması, parlament seçkilərində iştirak üçün yaş həddinin 25-dən 18-ə endirilməsi nəzərdə tutulur. Bakıda yararsız hala düşmüş 1000-ə yaxın yaşayış binası söküləcək, 30 mindən artıq sakin köçürüləcək. Bunun üçün isə 1 milyon kvadrat metrə yaxın yaşayış sahəsi tikilməlidir. Reportun məlumatına görə bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov, Bakı şəhər rayonlarının icra hakimiyyəti başçılarının müavinləri və baş memarları ilə keçirilən görüşdə deyib. Ələsgərovun sözlərinə görə komitə tərəfindən tikintisi nəzərdə tutulmuş 32 obyekt üzrə planlaşdırma tövsiyələri razılaşdırılıb. Binaların sökülməsi Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli qərarı əsasında reallaşdırılan pilot layihə çərçivəsində həyata keçiriləcək. Amnesty International iyulun 15-də Türkiyədə törədilən çevriliş cəhdinə dəstək verdiklərinə görə saxlanılan şəxslərin işgəncə və təcavüzə məruz qaldıqlarını açıqlayıb. Təşkilat idman mərkəzlərində və tövlələrdə saxlanılanlarla bağlı çoxsaylı məlumatları dinləyib. Ankarada saxlanılan 2 nəfərin vəkili bildirib ki, müvəkkilləri saxlanma məntəqələrində yüksək rütbəli zabitlərin dəyənəklərlə və digər vasitələrlə zorlandıqlarının şahidi olublar deyə Amnesty International'ın Avropa üzrə direktoru John Dalhusen deyib. Amnesty International qeyd edib ki, çevriliş cəhdinə görə saxlanılanların sayı 10.000-i ötüb. Onlar arasında hərbiçilərlə yanaşı hakim, prokuror, polis və digər dövlət qulluqçuları da var. Onlardan biri özünü binanın 6-cı mərtəbəsindən atmağa cəhd edib, digəri isə dayanmadan başını divara çırpırdı deyə təşkilat Çağlayan məhkəməsində çalışan vəkillərə istinadən bildirib. Amnesty International Türkiyə hökumətini polis bölmələri, idman mərkəzləri və məhkəmələr də daxil olmaqla bütün saxlanma məntəqələrində müstəqil monitorinq aparmaq üçün şərait yaratmağa çağırıb.